Herkese salam. Yeni bir derse hoş gelmişsiniz. Bugünden itibaren Gramatik Aktiv A1-B1 kitabını leksiyon yani bölmeler üzere sizlere izah edeceğim. Diyerdim ki bu kitap birçok tələbə ve müəllimlərin sevimli kitabıdır. Çünkü gramatik mövzular bölmeler üzere izah olunub ve her bölmenin özünə ait çalışmaları var. Kitabdakı çalışmaların bəziləri isə dinləməlidir. Yəni çalışmanı dinləmə edərək işləmək lazımdır. Sıfırdan başlayan tələbələr haradan və necə başlayacaqlarını bilmirlərsə, bu kitabla ilə başlaya bilərlər. Ümumilikdə bunu qeyd etmək istəyirəm ki, ilk başlarda tək başına dili öyrənmək çətin olsa da, müntəzəm məşğul olunarsa, nə qədər yol qət etmək mümkündür. Sadəcə olaraq disiplinli şəkildə məşğul olmaq lazımdır. Bugün isə sizə Gramatik Aktiv kitabından 3 leksiyon, yəni 3 bölməni izah edəcəm. Elə isə birinci leksiyon, yəni birinci bölmə ilə başlayaq. Deməli belə. Gəlin başlayaq. Hər mövzunu çalışdığım qədər incə xırda detallı ilə izah edəcəm ki, tək başına fərdi şəkildə məşğul olan tələbə varsa, onun üçün qaranlıq qalan hər hansısa bir məqam olmasın. Ki, əgər olarsa da aşağıda şərh bölməsində qeyd edə bilərsiniz. Alman dilinin qrammatikası qəbul etmək lazımdır ki, biraz qəlizdir. Ancaq məşğul olduqdan sonra mənə elə gəlir ki, həyatda heç bir şey o qədər də düşündüyümüz kimi çətin deyil. Sadəcə olaraq disiplin şərtdir. Və çalışmaq lazımdır ki, həmən mövzunu yaxşı bir şəkildə mənimsəyib qavrayasınız ki, gələcək zamanlarda da sizdə hər hansısa bir boşluq yaratmasın. Birinci leksiyon personal pronomun şəxs əvəzliklərindən ibarətdir. Ancaq mövzuya keçməmişdən əvvəl kənarda qeyd etdiyim dealdi, das haqqında məlumat vermək istəyirəm ki, bəlkə məlumatı olmayan tələbələr var. Alman dilində Azərbaycan dilindən fərqli olaraq isimlərin cinsi var. Hansı ki, der kişi cinsini, die qadın cinsini, das orta cinsi bildirən müəyyən artikellardır. Artikel haqqında ümumi məlumat əlbəttə ki, kanalda videosu var. İstəsəniz oradan artikel haqqında ətraflı şəkildə məlumat ala bilərsiniz. Bunu nəyə görə izah etdiyimi personal pronomun şəxs əvəzliklərini izah edərkən sizə deyəcəm. Gəlin indi keçək şəxs əvəzliklərinə. Erste person, zweite person, dritte person. Birinci, ikinci və üçüncü şəxs. Singular, tək, plural, cəm. Şəxs əvəzliklərini şəxslərə görə təsrifləndirək, ancaq mən sizə şəkillər üzərindən göstərəcəm. Ich, mən. Du, sən. Nəzakət forması olarsa siz, sie və böyük hərflə yazılır. Er, kişi cinsini bildirən üçüncü şəxsin təkində o. Qadın cinsini bildirən o, üçüncü şəxsin təkində sie. Orta cinsi bildirən o, üçüncü şəxsin təkində es. Bu nə deməkdir? Məsələn, das Baby oder das Mädchen. Bu sözlər biri körpə, biri isə qız mənasını verir. Artiklı das olduğuna görə biz şəxs əvəzliyi ilə əvəz etdikdə ki o, bu zaman es-dən istifadə etməliyik. Yəni dasın forması şəxs əvəzliyi olaraq esdir. Wir, biz, ihr, siz ikinci şəxsin cəmini bildirir. Sie, höflichkeitsform, yəni nəzakət formasının cəmi, sie böyük hərflə yazılır, siz. Sie, üçüncü şəxsin cəmini bildirir, onlar. Deməli, gördüyünüz kimi burada 3 dənə sie gördük. Nəzakət forması, üçüncü şəxsin təki, üçüncü şəxsin cəmi. Bəs biz bunları necə fərqləndirəcəyik? Əlbəttə ki, feillə. Yəni bizim xəbərimiz
üçüncü şəxsin təkindədirsə, o zaman mütləq şəkildə söhbət üçüncü şəxsin təkindən gedir. Yox, əgər feil üçüncü şəxsin cəmindədirsə, bu zaman ya nəzakət formasından, ya da üçüncü şəxsin cəmindən gedir. Bəs bunları necə fərqləndirəcəyik? Əgər sözün ortasında və əvvəlində zi gələrsə, mütləq şəkildə böyük hərflə yazılır. Bu zaman başa düşürük ki, bu nəzakət formasıdır. Yox, əgər sözün ortasında və sonunda kiçik hərflə yazılarsa, əlbəttə ki, feilimiz üçüncü şəxsin cəminə görə təsirlənərsə, bu zaman üçüncü şəxsin cəmindən söhbət gedir. Əgər desək ki, bəs cümləyə başlayarkən, bu zaman əlbəttə ki, böyük hərflə yazılmalıdır. Onu necə fərqləndirməliyik? Bu zaman da artıq ondan əvvəlki cümləyə baxırıq ki, orada şəxslərdənmi söhbət gedir, ya bir nəfərdənmi söhbət gedir. Pronomen für Sachen. Əvəzliklər əşyalar üçün, hansı ki, bayaq qeyd etdim. Das Messer. Bıçaq orta cinsli isimdir. Buna görə əvəz etdikdə s-dən istifadə edirik. Die Gabel. Çəngəl qadın cinsli isimdir. Şəxs əvəzi ilə əvəz etdikdə z-dən istifadə edirik. Der Löffel. Qaşıq kişi cinsin aiddir. Şəxs əvəzi ilə əvəz etdikdə er-dən istifadə edirik. Die Tassen. Cəmdədir. Şəxs əvəzi ilə əvəz etdikdə plural formadan istifadə edirik. İndi keçək ikinci leksiyonun qrammatik hissəsinə, çünki çalışmaları daha yaxşı başa düşmək üçün ikinci və üçüncü leksiyonun qrammatik hissəsinə də baxaq, daha sonra keçək çalışmalara. İkinci leksiyonumuz isə konjugasiyon presens, yəni feillərin indiki zamanda şəxslərə görə təsriflənməsindən söhbət gedir. Deməli, biz burada öyrənirik ki, feillər indiki zamanda şəxslərə görə necə təsriflənir. Alman dilində feillər hər zaman məstər formada verilir. Məsələn, kommen, arbeiten, heißen. Buradakı n-lər məstər şəkilçiləridir. Gəlin baxaq, indiki zamanda feilləri şəxsə görə təsrifləndirərkən hansı şəxs sonluqlarından istifadə etməliyik? İlk, birinci şəxsin təkində qəbul edir e. İkinci şəxsin təkində qəbul edir st. Üçüncü şəxsin təkində qəbul edir t. Birinci şəxsin cəmində qəbul edir n. İkinci şəxsin cəmində qəbul edir t. Üçüncü şəxsin cəmində və nəzakət formasında qəbul edir n. İndi kommen, gəlmək feilini biz indiki zamanda şəxslərə görə təsrifləndirmək istəyiriksə, bu zaman kommen feilində n məstər şəkilçisi atılır, kom feil kökünə şəxs sonluqları əlavə edilir. Ich komme, du kommst, sie es kommt, wir kommen, kommt, sie kommen. Daha sonra məsələn arbeiten, işləmək feilini burada gördüyünüz kimi Achtung, diqqət işarəsi var. Bu nə deməkdir? YouTube kanalında gördüyünüz kimi die Zeitformen des Präsens feilin indiki zamanı daha ətraflı şəkildə izah olunub. Mən sizə buradan kiçik bir qeydi paylaşmaq istəyirəm. Əgər feil kökü d, t, d, m, t, m, d, n, g, n, xn, f, f, n ilə bitən zəif feillərdirsə, bu zaman presens indiki zaman formasında təsrif olunarkən ikinci şəxsin təki və cəmi, üçüncü şəxsin təkində isə şəxs sonluğu ilə feil kökü arasına e artırılır. Məsələn, arbeiten, işləmək feilini biz indiki zamanda şəxslərə görə təsrifləndirsək, n məstər şəkilçisi atılır, feil kökünə bayaq qeyd etdiyimiz şəxs sonluqları əlavə edilir. Ich arbeite, mən işləyirəm.
Du arbeitest sən işləyirsən. Əgər biz bu n artırmasaq, olar arbeitst. Arbeitst. Düzgün tələffüz olunmadığına görə də almanlar məhz bu qaydanı tətbiq eləyərək T ilə S arasına E əlavə edirlər və olur du arbeitest. Sie arbeitet, o işləyir. Wir arbeiten, biz işləyirik. Ihr arbeitet, siz işləyirsiniz. Sie arbeiten, onlar işləyirlər. Nəzakət forması olarsa, böyük hərflə yazılarsa, siz işləyirsiniz. Gördüyünüz kimi, burada da eyni şəkildə ikinci və üçüncü şəxsin təki, bir də ikinci şəxsin cəmi qırmızı hərflə qeyd olunub. Həmçinin aid ola bilər buna antworten, cavab vermək feili, reden, məsləhətləşmək feili ki, yəni təsriflənərkən ikinci, üçüncü şəxsin təkində və ikinci şəxsin cəmində feil kökü ilə şəxs sonluğu arasına E əlavə olunur. Daha sonra heißen feili biz bilirik ki, SC qoşa S səsini verir. Buna görə də biz heißen feilini şəxslərə görə təsrifləndirdikdə ikinci şəxsin təkində ST yox, sadəcə T əlavə edirik. Şəxslərə görə təsrifləndirsək, N məsdər şəkilçisi atılır, şəxs sonluqları feil kökünə əlavə olunur, sadəcə ikinci şəxsin təkində ST yox, sadəcə T əlavə olunur. Ich heiße, du heißt, es heißt, wir heißen, ihr heißt, sie heißen. Həmçinin buna tanzen feili də nümunə ola bilər. Məsələn, ich komme, mən gəlirəm. Kommst du, gəlirsən. Bu sual sözsüz, sual cümləsidir. Sual sözsüz, sual cümləsidir dedikdə nə nəzərdə tutulur? Məsələn, du kommst, sən gəlirsən. Bu nəqli cümlədir. Ancaq mübtada ilə xəbər yerini dəyişdikdə olur sual sözsüz, sual cümləsi. Kommst du, gəlirsən. Kommt, o gəlir. Kommen Sie, gəlirsiniz. Görsüz böyük hərflə yazıldığına görə bu Höflichkeitsformat, yəni nəzakət forması. Wir kommen, biz gəlirik. Kommt ihr, gəlirsiniz. İkinci şəxsin cəminə aiddir. Sie kommen, onlar gəlirlər. Kommen Sie, gəlirsiniz. Bu da artıq Höflichkeitsformun cəm formasına aiddir. İndi sizə 3-cü leksiyonun qrammatik hissəsini izah edirəm. Sein, haben und besondere Verben. Sein, haben köməkçi feilləri və xüsusi feillər. Azərbaycan dilində məsələn, mən müəlliməmsə, müəllimsən, o müəllimdir, biz müəllimik, siz müəllimsiniz, onlar müəllimdirlər. Şəxs xəbərlik şəkilçisini alman dilində ifadə etmək üçün sein köməkçi feilindən istifadə edirik. Yəni, sein köməkçi feili Azərbaycan dilinə şəxs xəbərlik şəkilçisi kimi tərcümə olunur. Əsas feil kimi işlənərsə. Sein feilini indiki zamanda şəxslərə görə təsrifləndirərkən kökdən dəyişir. Buna görə də mütləq şəkildə əzbərləmək lazımdır. Gəlin, sein köməkçi feilini şəxslərə görə təsrifləndirək. Ich bin, du bist, sie es ist, wir sind, ihr seid, sie sind. Daha sonra haben köməkçi feili əsas feil kimi işləndikdə Azərbaycan dilinə malik olmaq kimi tərcümə olunur. Yəni, mənim evim var, maşınım var, onun kitabları var. Demək istəyiriksə, həmən var, haben köməkçi feilindən istifadə edirik. Şəxslərə görə təsrifləndirərkən, ikinci, üçüncü şəxsin təkində kökündə dəyişiklik baş verir, qalan şəxslər isə olduğu kimi qalır. Haben feilini indiki zamanda şəxslərə görə təsrifləndirsək, ich habe, du hast, sie es hat, wir haben, ihr habt, sie haben. Zum Beispiel, sie ist verheiratet. O
evlidir. Sie hat 5 Kinder. Onun 5 uşağı var. Gördüyünüz kimi. Məsələn, ich bin Lehrerin. Mən müəlliməyəm. Er ist Arzt. O həkimdir və s. Daha sonra burada xüsusi feillər verilib. Deməli, möchten, mögen, wissen və tun feili. Möchten feili Azərbaycan dilinə istəyərdim, istəmək kimi tərcümə olunur. Möchten feili, mögen feilinin konjunktiv zwei formasıdır. Bu nə deməkdir? Alman dilində danışıq zamanı daha nəzakətli olmaq üçün konjunktiv zwei formadan istifadə olunur. Bu mövzu əlbəttə ki, gələcək mövzulara aiddir. Sadəcə olaraq burada qısaca məlumat verirəm. Və möchten feili də həmçinin mögen modal feilinin qeyd etdiyimiz kimi konjunktiv zwei formasıdır. Modal feillər indiki zamanda şəxslərə görə təsriflənərkən bir və üçüncü şəxsin təkində şəxs sonluqları qəbul etmirlər. Yerdə qalan şəxslər isə şəxs sonluqlarını qəbul edirlər. Məsələn, möchten feilini indiki zamanda şəxslərə görə təsrifləndirsək, ich möchte, du möchtest, er sie es möchte, wir möchten, ihr möchtet, sie möchten. Mən istəyərdim, sən istəyərdin, o istəyərdi, biz istəyərdik, siz istəyərdiniz, onlar istəyərdilər. Nəzakət forması olarsa siz istəyərdiniz. Gördüyünüz kimi, bir və üçüncü şəxsin təkində şəxs sonluğunu qəbul etmədi. Mögen modal feil Azərbaycan dilinə xoşlamaq kimi tərcümə olunur. İndiki zamanda şəxslərə görə təsrifləndirdikdə kökdən dəyişir. Şəxslərə görə təsrifləndirsək, ich mag, du magst, er sie es mag, wir mögen, ihr mögt, sie mögen. Deməli, xoşlamaq kimi tərcümə olundu. Möchten isə istəmək. Wissen feili Azərbaycan dilinə bilmək kimi tərcümə olunur. İndiki zamanda şəxslərə görə təsrifləndirərkən bir və üçüncü şəxsin təki modal feillər kimi şəxs sonluğu qəbul etmir, yerdə qalanlar şəxs şəkilsi qəbul edir. Wissen feili modal feil deyil. Alman dilində 6 dənə modal feil var. Bir kənardan qeyd edim. Können, bacarmaq, bilmək. Dürfen, icazəsi olmaq. Sollen və müssen, malı-məli. Mögen, xoşlamaq. Wollen, istəmək. Bunlar Alman dilində 6 dənə modal feildir. Modal feillərin hər biri ayrı-ayrılıqda ətraflı şəkildə izah olunub. Sadəcə olaraq mən leksiyonda hansı mövzulardırsa, hansı qrammatik mövzulardan söhbət gedirsə, mən onun haqqında danışıram. Davam eləyək. Wissen feili sadəcə xüsusi feildir ki, indiki zamanda şəxslərə görə təsriflənərkən təkdə bəzi kökündə dəyişikliklər baş verir. Əlbəttə ki, əzbərləmək lazımdır. Wissen feili olur. Ich weiß, mən bilirəm. Du weißt, sən bilirsən. Er sie es weiß, o bilir. Wir wissen, biz bilirik. Ihr wisst, siz bilirsiniz. Sie wissen, onlar bilirlər. Daha sonra tun, etmək feili. Tun feilini indiki zamanda şəxslərə görə təsrifləndirsək, ich tue, du tust, er sie es tut, wir tun, ihr tut, sie tun. Burada verilmiş nümunələrə baxaq. Sie mag Italien. O, İtalyanı xoşlayır. Sie möchte Urlaub machen. Burada misal üçün baxırıq ki, birinci cümlə olaraq elə başlayıb, sie gəlib. Mən hardan bildim ki, onu o kimi tərcümə elədim? Xəbərdən. Görürsünüz, üçüncü şəxsin təkində mag və möhtə. Üçüncü şəxsin təkində. Və möhtə. Üçüncü şəxsin təkində. Yəni, feildən bildim ki, üçüncü şəxsin təki söhbət onunla gedir.
qadın cinsi. Sie möchte Urlaub machen. O, Urlaub machen səyahət etmək deməkdir. O səyahət etmək istəyir. Aber sie weiß, sie hat kein Geld. Amma o bilir, yəni üçüncü şəxsin təkindədir. Sie hat kein Geld. Onun pulu yoxdur. Was tut sie jetzt? O indi nə edir? Tut üçüncü şəxsin təkində. Qayıtdıq birinci leksiyonun çalışma hissəsinə. Bu mövzumuzda birinci leksiyonda 7 çalışma var. 7 çalışmadan ilkin olaraq birinci, ikinci nümunələri izah edirəm. Yerdə qalanlarını siz işləyirsiniz. Daha sonra mən 7 çalışmanı elə izah etdikdən sonra tam şəkildə izah edəcəm. Elə isə başlayaq. Birinci çalışma və bunu qeyd edin. Əgər çalışma işləyəndə baxarsınız, məsələn, sprechen sözünü bilmirəm, hilft sözünü bilmirəm, programmieren sözünü bilmirəm. Bu zaman nə etməliyik? Tərcüməsinə baxmalısınız və həmən cümlə içərisində o sözü yaxşı şəkildə öyrənməlisiniz. Həmən sözü yaxşı şəkildə mənimsəməlisiniz. Birinci çalışmada deyir ki, ergänzen Sie die Pronomen. Əvəzlikləri tamamlayın. Ergänzen feili tamamlamaq deməkdir. Birinci nümunədə yazılıb sprechen Deutsch. Görürsüz, bizə boşluq verir və deyir ki, hansı ki bayaq şəxs əvəzliklərini öyrəndik, tamamlayın. Tamamlamaq üçün mən sizə dedim ki, nə etməliyik? Mütləq şəkildə feilə fikir verməliyik. Sprechen feili en ilə bitir. Deməli bu, ya birinci şəxsin cəmidir, ya da üçüncü şəxsin cəmi, ya da nəzakət formasıdır. Bu şəkil wir əvəzliyinə aid olduğuna görə yazırıq ki, wir sprechen Deutsch. Biz Almanca danışırıq. İkinci nümunə, haben Zeit. Ya birinci şəxsin cəmi olar, ya üçüncü şəxsin cəmi olar, ya da nəzakət forması. Bu şəkildə həmçinin yuxarıda Sie aid olduğuna görə yazırıq ki, Sie. Haben Sie Zeit? Vaxtınız var. Zeit haben. Vaxtı olmaq kimi tərcümə olunur. Haben Sie Zeit? Vaxtınız var. Birinci çalışma asanda olduğuna görə hamısına baxaq. İndi biraz siz fikirləşin. Üçüncü nümunədə hilfst mir boşluq verilir. Fikir verməliyik xəbərə. Bəli, S-ni gördüksə, deməli bu ikinci şəxsin təkidir. Hilfst mir, mənə kömək eləyirsən. Dördüncü nümunəmiz isə ist programmierer. Boşluq verilib, ist deməli aid idi üçüncü şəxsin təkinə. Və yuxarıda da baxırıq ki, bu şəkil kişi cinsinə aiddir. Ona görə deyirik ki, ist programmierer. Bundan başqa biz ismə baxırıq. İsim əgər ismi düzəldən sufikslər var ki, ilə bitərsə bu kişi cinsinə aiddir. Yox, ilə bitərdisə bu artıq aid olur qadın cinsinə. İkinci çalışmaya baxırıq. Ergänzen Sie die Pronomen. Yenə əvəzlikləri tamamlayın. Gördüyünüz kimi boşluqlar verilib. Biz boşluqları doldurmalıyıq. Birinci nümunədə deyir ki, Das ist Herr Gupta. Herr sözü cənab deməkdir. Bu cənab Guptadır. Kommt aus Indien. Hindistanlıdır. Feil kökünə baxırıq ki, T ilə bitib. Cinsini təyin eləmək üçün ondan əvvəlki cümləyə baxırıq. Herr Gupta, cənab Gupta. Yəni kişi cinsinə aiddir. Bu cənab Guptadır. O, üçüncü şəxsin təkində kişi cinsinə aid olan şəxs əvəzliyi Er kommt aus Indien. O Hindistanlıdır. Das ist Frau Kyoka.
Bu xanım Kyokadır. Frau xanım deməkdir, həm də die Frau qadın mənası var. Kommt aus Japan. Yəni feil üçüncü şəxsin təkindədir. Özündən əvvəlki cümləyə baxırıq. Frau Kyoka, xanım Kyoka deməli qadın cinsinə aiddir. Nə etməliyik? O qadın cinsində deməliyik. Sie kommt aus Japan. O Yaponiyadan gəlir. Eyni bu qaydada feil köklərinə baxaraq şəxs əvəzliklərini tamamlamalısınız. Əgər başa düşmürsünüzsə, onda mütləq şəkildə ya özündən əvvəlki ya da sonraki cümlələrə fikir verin. İndi baxırıq üçüncü çalışmaya, yəni ergänzen Sie die Pronomen əvəzlikləri tamamlayın, boşluqlar verilib. Birinci cümləyə baxırıq. Frau Mayer geht einkaufen. Xanım Mayer einkaufen bazarlıq etməkdir, gehen isə getmək. Xanım Mayer bazarlığa gedir, bazarlıq etməyə gedir. Kauft Gemüse und Obst. Alır, tərəvəz və meyvə. Alır. Üçüncü şəxsin təkindədir. Kim? O. O kim idi? Frau Mayer. Qadın cinsinə aiddir. Sie kauft Gemüse und Obst. O tərəvəz və meyvə alır. İkinci nümunəni izah edeyim. Peter und Paul gehen heute nicht zur Schule. Peter və Paul bugün məktəbə getmirlər. Haben Ferien. Tətildədirlər. Ferien haben tətildə olmaq kimi tərcümə olunur. Haben deməli ya birinci şəxsin cəmi, ya üçüncü şəxsin cəmi, ya da nəzakət formasına aiddir. Bunu bilmək üçün ondan əvvəlki cümləyə baxırıq. Peter və Paul. İki nəfərdən söhbət gedir. Onlar tətildədirlər. Ona görə də deyirik ki, Sie haben Ferien. 3 və 4-ü özünüz yazın. Dediyim kimi, fikir verməli olduğunuz məqam feil sonluqlarıdır. Dördüncü çalışmaya baxaq. In der Wohnung, mənzildə ergänzen Sie die Pronomen əvəzlikləri tamamlayın. Birinci nümunə. Der Schrank ist teuer. Şkaf bahalıdır. Kommt aus Italien. İtaliyadan gəlir və yaxud İtaliyadandır. Kommt üçüncü şəxsin təkindədir. Baxırıq ki, der Schrank kişi cinsinə aid olan bir isimdir. Çünki der artiklı qeyd etdiyimiz kimi kişi cinsini bildirir. Ona görə də şəxs əvəzini əvəz etdikdə deməliyik ki, er kommt aus Italien. Şkaf bahalıdır. O İtaliyadan gəlir. İkinci nümunə. Das Regal ist praktisch. Rəf praktikdir. Kostet nur 49 euro. Qiyməti yalnız 49 eurodur. Kostet üçüncü şəxsin təkindədir. Əvvəlki cümləyə baxırıq. Das Regal orta cinsə aid isimdir. Şəxs əvəzini əvəz etdikdə es kostet nur 49 euro. Digər çalışmalar da həmçinin elə. Özündən əvvəlki cümlədəki isimlərə fikir vermək lazımdır. Və təkdədimi, cəmdədimi ona da xüsusi diqqət yetirin. Beşinci çalışmamız isə dialog formasındadır. Elena Mario, Kelna, ofisiant deməkdir. Elena und Mario, Kelna, Elena, Mario. Buradan da bir-iki nümunəni izah edirəm. Qalanını siz işləyirsiniz. Baxarıq. In der Stadt, şəhərdə ergänzen Sie die Pronomen əvəzlikləri tamamlayın. Elena, Hallo Mario, wo ist Marie? Salam Mario, Maria hardadır? Mario cavab verir. Kommt später. Daha sonra gələcək. Und wann kommt Peter? Bəs Peter nə vaxt gəlir? Biz nə etməliyik? Boşluqları doldurmalıyıq. Özündən əvvəl wo ist Marie kimi soruşdu? Marian qadın cinsinə aiddir. Mario da cavab verir ki Sie kommt später. O daha sonra gələcək. Yəni söhbət burada qadın cinsindən gedir. Mario Elena'dan soruşdu ki, bəs Peter nə vaxt gəlir? Elena da cavab verir ki, kommt heute nicht. Bugün gəlmir.
üçüncü şəxsin təkindədir. Kim? O. Peter kişi cinsinə aiddir. Bəli. Kommt heute nicht. O bugün gəlmir. Hat keine Lust. Üçüncü şəxsin təkidir. Yəni söhbət Peterdən gedir. Hat keine Lust. Onun əfəl ruhiyyəsi və yaxud da həvəsi yoxdur. Lust haben Azərbaycan dilinə həvəsi olmaq, əhval ruhiyyəsi olmaq kimi tərcümə olunur. Burada keine inkar əvəzli olduğuna görə inkar edir. Hat keine Lust. Onun həvəsi yoxdur. Yerdə qalanları siz yazın, daha sonra yoxlayarıq. 6-cı çalışmaya baxırıq. Formel oder informel. Rəsmi yoxsa qeyri-rəsmi. Sie nəzakət forması, siz, oder du. İkinci şəxsin təkində sən. Sie oder ihr. İkinci şəxsin cəmində sie, yoxsa ikinci şəxsin cəmində ihr. Ergänzen sie. Tamamlayın. Yenə görürsünüz ki, boşluqlar verilib. Biz nə etməliyik? Ya sie ya da du yazmalıyıq. Birinci nümunəyə baxırıq. Anna, was machst? Estén gördümsə, deməli, avtomatik olaraq du. Anna, was machst du? Anna, nə edirsən? Ich surfe ein bisschen im Internet. Im Internet surfen, internetdə sörf etmək kimi tərcümə olunur. Mən biraz internetdə vaxt keçirmək, sörf edirəm. İkinci nümunə, Frau Schmidt, was machen? Eni gördüm, əvvəlki sözə baxdım. Frau Schmidt, deməli, biz burada ya zi ya da du qoymalıyıq. Xanım Schmidt, nəzakət formasında soruşur ki, was machen Sie? Siz nə edirsiniz? Ich schreibe gerade eine Mail. Mən e-mail yazıram. Siz də həmçinin feil şəxsonluqlarına baxaraq Sie oder du tamamlamalısınız. Birinci nümunə Anna, was machst du? Oldu informal, yəni qeyri-rəsmi. İkinci nümunə oldu isə formal, yəni rəsmi. İndi sizə izah edirəm 7-ci çalışmanı. Was bedeutet Sie und Sie? Schreiben Sie die Person oder Sache. Yəni nə məna verir? Kiçiksi, böyüksi, şəxsdirmi və yaxud əşyadırmı yazın. Baxırıq, yenə dialoq şəklindədir və bu çalışma A2 səviyyəsinə aid çalışmadır. Cənab Lindner deyir ki, kommen Sie bitte herein. Das ist meine Frau Karina. Zəhmət olmasa, içəri gəlin. Bu, mənim xanımım Karinadır. Kommen Sie, içəri gəlin. Deməli, nəzakət formasında deyilib və şəxsə aiddir. Ona görə də burada qeyd olunubdur ki, Frau Peneva. Aha, daha sonra davam edirik. Und das sind unsere Kinder. Bunlar bizim uşaqlarımızdır. Das ist Anne. Sie ist 2 Monate alt. Und das ist Lukas. Er ist 3. Bu Anna'dır. O 2 aylıqdır və bu Lukasdır. O 3 yaşındadır. Sie. İndi bizdən soruşur ki, bu persondurmu, yoxsa Sachedirmi? Yəni person şəxsdirmi, yoxsa əşyadırmı? Das ist Anna. Anna qadın cinsinə aid olan isim olduğuna görə və şəxs olduğuna görə o 2 aylıqdır. Deməli, bu persondur və söhbət Anna'dan gedir. İkinci nümunəyə baxaq. Frau Peneva deyir ki, o, sie sind süß. Onlar şirindirlər. Kim? Onlar. Sind də nədir? Üçüncü şəxsin cəmindədir. Deməli, burada söhbət 2 şəxsdən gedir. Yəni, person Anne und Lukas. Bu şəkildə
nə edirsiniz? Oxuyursunuz. Ondan əvvəlki cümləyə mütləq şəkildə fikir verirsiniz. Person durumu izah edir. 7 dənə çalışma bitdi. İndi yenə qayıdırıq ikinci çalışmadan. Bu boşluqları doldurmağa mən izah edə dolduracağım ki, siz zaten yoxlamışsınız artıq. Səhvdir, düzdür. Yəni də izahlı formasına qulaq asın. Səhviniz varsa. Herr Gupta und Frau Kjöker sind in Berlin. Cənab Gupta və xanım Kjöker Berlindədirlər. Lernen Deutsch. Öyrənirlər alman dili. Kim? Onlar. Herr Gupta und Frau Kjöker. Və feilimiz deməli cəmdədir. Sie lernen Deutsch. Onlar alman dili öyrənirlər. İkinci nümunə. Hallo Anna, woher kommst? Esteni gördümsə mütləq şəkildə deyirəm du. Woher kommst du? Sən haralsan? Komme aus New York. Birinci şəxsin təkinə aid şəxs onluğudur. Deyirəm ki, ich komme aus New York. Mən New Yorkluyam. Üçüncü nümunə. Mark und Dominik wo wohnt? T-ni gördüm. Təbii ki, üçüncü şəxsin təki də ola bilər. Amma özümdən əvvəl baxıram ki, Mark və Dominik iki şəxsdən gedirsə, deməli bu ikinci şəxsin cəminə aiddir. Wo wohnt ihr? Siz harda yaşayırsınız? Cavab verir ki, wohnen in Frankfurt. Avtomatik olaraq deyirik ki, wir wohnen in Frankfurt. Biz Frankfurtda yaşayırıq. Dördüncü nümunə. Guten Tag, wie heißen? Eyni gördük. Təbii ki, ya soruşuruq, wie heißt du? Sənin adın nədir? Və yaxud da deyirik ki, wie heißen Sie? Sizin adınız nədir? Ona görə də avtomatik şəkildə yazırıq. Wie heißen Sie? Hər vaxtınız xeyir. Adınız nədir? Guten Tag. Hər vaxtınız xeyir. Ich heiße Berger. Roland Berger. Mənim adım Berger. Roland Bergerdir. Üçüncü çalışmanın üçüncü nümunəsi. Frau Mayer, wo arbeiten? Xanım Mayer, harada işləyirsiniz? Siniz artıq. Frau Mayer artıq Höflichkeitsform, nəzakət formasına aiddir. Wo arbeiten Sie? Harada işləyirsiniz? Arbeite in einer Bank. Feil sonluğu eylə bitdi. Ona görə də deyirik ki, ich arbeite in einer Bank. Mən bankda işləyirəm. Dördüncü nümunə. Maria kommst. Esteni gördümsə, du. Maria kommst du bitte? Maria, zəhmət olmasa gəlirsən? Nein, habe keine Zeit. Haben forması habe birinci şəxsin təkinə aiddir. Ich habe keine Zeit. Xeyr, mənim vaxtım yoxdur. Dördüncü çalışmanın üçüncü nümunəsi. Die Lampe ist neu. Lampa yenidir. Ist modern. Müasirdir. Nə? O. Qadın cinsinə aid isimdir. Və üçüncü şəxsin təkində olur sie. Sie ist modern. Həm də feilə baxır ki, üçüncü şəxsin təkindədir. Dördüncü nümunə. Das sind vier Stühle. Bunlar 4 stuldur. Kosten nur 100 euro. Qiyməti yalnız 100 eurodur. Burada cəmdə olduğuna görə və burada da həmçinin ona görə də söhbət cəmdən gedir və onların qiyməti. Sie kosten nur 100 euro. Beşinci nümunə. Die Sessel sind sehr bequem und sind günstig. Die Sessel oturacaq kreslolar sind cəmdədir. Deməli ismimiz də cəmdədir. Die Sessel sind sehr bequem. Oturacaqlar çox rahatdırlar və sind günstig. Günstig uyğun qiymətə deməkdir. Uyğun qiymətədirlər. Nə? Onlar cəmdədir. Sie sind günstig. Altıncı nümunədə. Der Tisch da ist schön. Stol burada çox gözəldir. Aber ist klein. Amma balacadır. Nə? Stol. Şəxs əvəzi ilə vəz ediriksə, kişi cinsinə aid olduğuna görə deyirik ki, er ist klein. O balacadır.
Daha sonra 5-ci nümunə diyalog formamız. Mario deyir ki, Dann gehen alleine ins Café und trinken einen Kaffee. Sonra yalnız kafeyə gedirik və qəhvə içirik. Kim? Biz. En. Yəni burada Elena və Mario'dan söhbət gedirdi. Ona görə də deyirik ki, wir. Dann gehen wir alleine ins Café und trinken einen Kaffee. Kellner, ofisiant soruşur. Guten Tag. Was möchten? Nəzakət forması olaraq hər zaman belə soruşulur ki, nə istəyirsiniz, nə istərdiniz? Elena und Mario cavab verirlər ki, nehmen einen Kaffee. Yəni 2 nəfərdir. İkisi də deyir ki, wir nehmen einen Kaffee. Biz qəhvə götürərdik. Kellner, yenə ofisiant sual verir ki, möchten Sie auch kochen? Şirniyyat da istəyərdiniz. Kochen kişi cinsinə aiddir. Deyir ki, ist sehr gut. O çox yaxşıdır. Yəni şirniyyat. Elena deyir ki, nein, danke. Möchte keinen kochen. Birinci şəxsin təkindən söhbət gedir. Ich möchte keinen kochen. Mən şirniyyat istəmirəm. İndi sual verir. Möchtest est olduğuna görə du. Möchtest du Mario? Mario sən istəyirsən? Mario da cavab verir ki, nein. Nehme. Ich nehme auch nur einen Kaffee. Mən yalnız qəhvə götürürəm. 6-cı çalışmamız 3-cü nümunə. Daniel und Anna. Was macht? Deməli, T feil sonluğuna baxırıq və ondan əvvəl baxırıq Daniel und Anna. Yəni 2 nəfərdən soruşulur. Was macht ihr? Nə edirsiniz? Cavab verirlər ki, wir suchen im Internet. Biz internetdən sörf edirik. 4-cü nümunə. Herr Meyer und Frau Schmidt. Was machen? Cənab Meyer və xanım Schmidt. Artıq nəzakət formasıdır. Was machen? Nə edirsiniz? Sie yazmalıyıq. Wir lesen gerade eine E-mail. Biz e-mail oxuyuruq. 7-ci, sonuncu çalışmamız. Herr Lindner, cənab Lindner deyir ki, und Karina, das ist Olga Peneva. Sie ist eine Kollegin von mir. Sie kommt aus Bulgarien. Və Karina. Bu Olga Peneva'dır. O mənim iş yoldaşımdır. O Bulqariyadandır. Deməli, burada da tərcümə etdikdə o, Olga Peneva'dan söhbət gedir. Yəni, şəxsdən. Kollegin von mir, sie kommt aus Bulgarien. Person. Olga Peneva. Daha sonra Frau Lindner, xanım Lindner deyir ki, Guten Tag, Frau Peneva. Oh, danke, ich mag Blumen sehr gerne. Hər vaxtınız xeyir, xanım Peneva. Oh, təşəkkürlər. Mən gülləri çox xoşlayıram. Blumen, gülləri. Sie sind wunderschön. Onlar çox gözəldirlər. Nə onlar? Güllər. Die Blumen. Cəmdə olduğuna görə Sie sind wunderschön. Artıq burada Sie deməli aiddir. Sache. Die Blumen. Setzen Sie sich doch bitte. Möchten Sie etwas trinken? Zəhmət olmasa əyləşin. İçməyə nəsə istəyirsiniz? Artıq yenə şəxsdən söhbət gedir. Olga. Bugünlük bu qədər. Ümidvaram ki, sizlər üçün faydalı ola bildim. Növbəti videoda görüşənədək hələlik.